Sağ uşaqlar, bugünkü demək dərsimiz Sovet müharibənin davamı olacaq. Bildiyiniz kimi Sovet müharibənin ilk versiyasını YouTube'da paylaşmışam. Girib səhifədən izləyə bilər, qeydlərinizi tutun və bu mövzuyu diqqət edək, yadınızda qalsın. Çünki Sovet müharibə elə bir mövzudur ki, imtahanda istifadə olunan bir mövzulardır və hər dəfə imtahanların qabağımıza çıxıb bir suallar. Sovet müharibənin deməli birinci hissəsi paylaşılıb, indi ikinci hissəsini başlayırıq. Və Sovet müharibənin dövründə yaranmış təşkilatlar var. Bildiyimiz kimi NATO-dur, Varşava Müqavimət Təşkilatı, Qarşılıqlı İqtisadi Yardım Şurası, sonra Qoşulma Hərəkatı və s. Hərbi təşkilatlar və ya iqtisadi təşkilatlar, hətta Sovet müharibə dövründə ATM yaranması, bunları ən sonunda bir dənə komplektləşdirib, sonunda bir dəfədə bunu yekunlaşdırıb məlumat verəcək. Sovet müharibə deməli bildiyiniz kimi 1946-cı ildə başlayır, 1991-ci ildə bitir. Sovet müharibə Amerika ilə SSR arasında baş vermişdir. Sovet müharibə Amerikanın qələbəsi ilə, SSR-nin dağılması ilə və sosializm birliyinin sübutu ilə bitmişdir. Deməli, biz harada qaldıq? Sovet müharibənin deməli, müstəmləkələrin ləğvi və 3-cü dünya ölkələrinin. Düzü bu hissəni paylaşmışdım, amma bunu bir də vurğulamaq istəyirəm. Bildiyimiz kimi, 2-ci dünya müharibəsi bitəndən sonra bir çox ölkələr müstəqillik əldə etdi və müstəqillik əldə etmiş ölkələr, ondan daha çox zəif ölkələr, məsələn, bildiyimiz Hindistan, Pakistan, Yugoslaviya və yaxud başqa ölkələr, bunlar zəif ölkələr sayılırlar. Məsələn, Misirdir, İraqdır, məsələn, bu ölkələr vaxtilə ya ingilislərin, ya fransızların müstəmləkəsi olmuşdular. Və deməli, bu ölkələr daha çox zəif ölkələrdir. Yəni, və heç bir hərbi təşkilatlara daxil olmurlar, heç bir tərəfini tutmurlar və bunlara deyilən 3-cü dünya ölkələri. Demək, müstəmləkələrin dağılması və 3-cü dünya ölkələri yaranması nə vaxt təsəvvür edir? 2-ci dünya müharibəsindən sonra. 2-ci dünya müharibəsi bitdikdən sonra artıq müstəmləkə sistemi tamamilə dağılmış olur. Tamamilə. Ümumiyyətlə uşaqlar belə bir şey demişsə, burada yazı qalsın. Müstəmləkələr uşaqlar. Müstəmləkə. Ümumiyyətlə müstəmləkə nə deməkdir? Müstəmləkə bir dövlətin, başqa bir dövlətin, başqa bir xalqı öz təsir dairəsində salması və o ərazini işğal etməsi həmin dövləti istədiyi formada istifadə etməsi demək. Məsələn, biz də vaxtilə Rusiyanın müstəmləkəsi olmuşuq. Məsələn, nümunə edə bilərik. Ondan sonra, məsələn, deyək ki, vaxtilə Amerikada Böyük Britaniya müstəmləkəsi olub, Afrika xalqları və ya Hindistan, məsələn, deyək ki, Böyük Britaniya müstəmləkəsi olub və s. Müstəmləkələr ümumiyyətlə şu an nə vaxt yaranıb? Müstəmləkə deyimi nə vaxt ortaya çıxıb? Böyük coğrafi keşiflər dövründə. Böyük coğrafi keşiflər dövründə artıq rəsmi olaraq müstəmləkə artıq dövrü başlamış olur. Müstəmləkələr demək, nə vaxt başladı biz deyirik? Böyük coğrafi keşiflər dövründə. Böyük coğrafi keşiflər. Böyük coğrafi keşiflər dövründə rəsmi olaraq müstəmləkə işğallara başlayır. Düzdür, bunun dərsimizin bir aidiyəti yoxdur, sadəcə bunun hardan başladığını və necə dağıldığını izah etməyə çalışıram. Müstəmləkə burada başlayır. Bəs müstəmləkələrdə böhran da başlayır. Yəni, böhran başladı, artıq dağılmağa doğru gedir, tam dağılmır, yəni dağılmağa doğru gedir. Demək, Birinci Dünya Müharibəsi sonra. Birinci Dünya Müharibəsindən sonra, Dünya Müharibəsi deyək, Birinci Dünya Müharibəsindən sonra demiş olaraq, rəsmi olaraq artıq böhran başlayır. Tam dağılmır, düzdür. Amma Birinci Dünya Müharibəsi müstəmləkə sisteminin artıq böhranların başlanğıcına artıq təməl qoymağa başlayır. Və gəldik sonuncu 2-ci Dünya Müharibəsi var. 2-ci Dünya Müharibəsi rəsmi olaraq dağılması deməkdir artıq. Dağılması. Yəni, artıq 2-ci Dünya Müharibəsindən sonra müstəmləkə sistemi tamamilə dağılır. Demək, biz dedik, müstəmləkələr nə vaxt başlayır? Böyük coğrafi keşiflər dövründə başlayır. Müstəmləkədə böhran nə vaxt başlayır? Birinci Dünya Müharibəsi bitdikdən sonra başlayır. Və 2-ci Dünya Müharibəsindən sonra rəsmi olaraq artıq müstəmləkələr dağılır. Müstəmləkələr dağıldıqca, demək, bəzi ölkələr, bildiyimiz kimi, gəldik Sovet müharibə dövrü gəlir çoxlar. Bu heç, bu əlavə müstəmləkələrlə bağlı bir məlumat çoxlar yanımızda qalsın. Bunu belə bir daha yalaq. Deməli, ondan sonra bildiyiniz kimi Sovet müharibə davam edir. Amerika, SSR bir-birlərinə qarşı durmaları var. Hərbi təşkilatlar yaranır, iqtisadi təşkilatlar yaranır və bu vaxt bəzi ölkələr artıq, belə deyək, bloklara qoşulmamaq, heç bir hərbi təşkilatla üzv olmamaq, bununla bağlı artıq bir təşkilat, bir format yaratmağa başlayırlar. Bunun təməli harada qoyulur? Bunun təməli şu anda qoyulur, burada yazmışlar. 1950-ci il şu anda Hindistan, Cəvahirlər Nehru, şu anda deyirik. Nehru. Cəvahirlər Nehru adlı şəxs uşaqlar
Hindistanda bloklara qoşulmama adlı bir Nehru xətti. Yəni bu adamın adı ilə Nehru adlı bir xətt irəli sürülür. Yəni mən heç bir müharibəyə, heç bir savaşa qoşulmuram. Buna deyilir nə xətti? Buna deyilir ki, biz burada qeyd edirəm Nehru xətti şola deyirik. Nehru xətti şola deyirik. Nehru xətti artıq Hindistanda təməli qoyulur. Və 1961-ci ildə isə uşaqlar, 1961-ci ildə Yugoslavya, daha sonra deyək, 1961-ci ildə Belgrad müqaviləsi deyək uşaqlar, müqaviləsi. Belgrad müqaviləsi ilə rəsmi olaraq qoşulmama hərəkatının artıq əsas qoyulur. Və bu 1961-ci ildə bunun əsası qoyulur hansılardır? Yugoslavya, Misir və Hindistan. Bu üç ölkə rəsmi olaraq belə bir təşkilat var. Qoşulmama hərəkatı uşaqlar. Demişəm, qoşulmama hərəkatı demək 1961-ci ildə hansı müqaviləyə görə əsası yaranır? Belgrad müqaviləsi yaranmış olur. Üç ölkə, Yugoslavya, Misir və Hindistan. Bu üç ölkəyə diqqətini yapı saxlayırıq, imtahanında bundan bağlı soruşa bilər. Və bu ölkələrin heç bir hərbi təşkilatlara daxil olmurlar, heç bir müharibəyə qoşulmurlar və bunu deyirik qoşulmama hərəkatı. Bəs bu hərəkat yarandı, 50-lərdə demək başlanıcı qoyuldu, 61-də rəsmiləşdi artıq. Bəs bu hərəkətə biz, yəni Azərbaycan Respublikasına da qoşuldu. Azərbaycan Respublikası uşaqlar 2011-ci ildə uşaqlar Azərbaycan Respublikası rəsmi olaraq artıq biz bu təşkilata daxil olmuş oluruq. Azərbaycan Respublikası 2011-ci ildə rəsmi olaraq artıq biz bu təşkilatın üzvü oluruq və hətta 2019-2023-cü illərdə biz bu təşkilatın rəsmi olaraq təşkilatda biz sədrlik etmişik. Yəni qoşulmama hərəkatına biz sədrlik etmiş oluruq. Bəs bu qoşulmama hərəkatının Azərbaycan Respublikasına hansı xeyri dəyib, belə bir şey deyək. Bildiyimiz kimi 2020-ci il Qarabağ müharibəsi baş verdi. Qarabağ müharibəsi vaxtı Birləşmiş Millət Təşkilatının bəzi dırnaqarası dövlətlər Azərbaycanın apardığı bu haqq savaşını, güya biz işğalçıyıq, biz Qarabağ yaşayan ermənilərə qarşı biz kütləvi qırğından törədilmiş kimi, yəni bizimlə bağlı yaxşı olmayan bir qətləmə qəbul etmək istəyirlər, bir sənəd qəbul etmək istəyirlər. Amma qoşulmama hərəkatının üzvləri bu müharibənin Azərbaycan haqq olduğunu və öz ərazisində apardığını və beynəlxalq dünya dövlətləri tərəfindən bir status olaraq öz ərazisinin tanındığı bir ərazidə apardığını demək burada əsaslandıraraq qoşulmama hərəkatının üzvləri bizə burada dəstək verdilər və qoşulmama hərəkatının yəni bizə belə deyək, xeyri burada dəyir yəni. Yəni BMT-nin bizimlə bağlı mənfi bir qərar, bir sənəd qəbul olmasına qarşı çıxır. Bu da uşaqlar, bu qoşulmama hərəkatı uşaqlar bildiyimiz kimi bu da uşaqlar yadınızda qalsın. Bu qədər uşaqlar. Sonra gəldik deyim uşaqlar nəyə? Regional müharibə. Regional müharibə nədir uşaqlar? Yəni Asiya qitəsində, məsələn deyək ki, Avropada və yaxud Afrikada baş verən müharibələrdən bəhs olmuş uşaqlar. Regional müharibə ən böyük bildiyimiz müharibənin biri uşaqlar Vyetnam müharibəsidir. Vyetnam bildiyimiz ki, uşaqlar deyirləşir, Çin tərəfi yerləşir. Xəritədə o əsər uşaqlar baxıb tapmanızı sizə məzəb bilirəm. Vyetnam Çinin aşağısında yerləşir, qonşumanda yerləşən dövlətlər daha çox Laoslu bildiyim qədər, bir də Kamboca yaxınlığında olmalıdır. Vyetnam müharibəsi kimlər arasında baş verirdi və necə baş verir? Əslində Vyetnam müharibəsi belə desək, Amerikanın SSR arasında dolayısı yolla olur. Demək, Vyetnam, Şimali Vyetnam, Cənubi Vyetnam var və orada kommunizmin, belə desək, geniş yayılması. Əslində, belə deyək, Vyetnam, Amerikanın Vyetnam'a hücum etməsinin səbəbi nədir? Demək, Lyndon Johnson dövründə baş verir əslində Vyetnam müharibəsi. Bura qeyd edir uşaqlar, yazın bura, Vyetnam. Müharibə sual deyirik, müharibəsi 1965'te başlayır, 1973-cü ildə bitir. Demək, bu Vyetnam müharibəsi əslində şu an belə deyək, Amerika Birləşmiş Ştatları və SSR arasında gedir. Sadəcə ki, Vyetnam daha baş vermiş kimi bir formatı var. Amma halbuki Vyetnamın şimalını SSR dəstəkləyirdi, Vyetnamın cənubunu isə Amerika dəstəkləyirdi. Yəni bu iki savaş əslində ikisi arasında gedirdi, Amerika və SSR arasında. Sadəcə Vyetnam adını deyək müharibə. Məsələ belə oluşaq. Demək, Amerika prezidenti kim idi? Lyndon Johnson uşaqlar. Lyndon Johnson. Onun dövründə Vyetnam demək, Sakit Okeanda və Hind Okeanda güya Amerikan gəmilərini təxribat törədir.
və həmin gəmilərə hücum etdiyi üçün Amerika Vyetnamı hücum edib. Yəni səbəb budur. Yəni bu müharibə bunun üçün başlayır. Biz bunun səbəbi bunu bilirik. Belə. Və 65-ci ildə müharibə başlayır, 73-cü ildə qurtarır. Dediyimiz kimi Vyetnamı Amerika daxil olur. Amma bu müharibədə belə desək Amerika məğlub olur. Və 1973-cü ildə çıxır. Bəs Amerika həmin müharibədə məğlub olur və çıxan vaxtı kim idi? Amerikanın prezidenti Richard Nixon uşaqlar. Amerika deməli Vyetnama girən vaxtı prezident kim idi? Lyndon Johnson. Çıxan vaxtı kim dedi? Richard Nixon. Belə, bu da Vyetnam müharibəsinin bağlı bir məlumatımız idi. Gəlmiş oldum, Lincoln müharibələrdən başqa bir nə deyə bilərik? Ərəb-İsrail müharibəsi uşaqlar. Burada qeyd edir uşaqlar, baxın, Ərəb, nə deyirik? İsrail müharibəsi baş verir. Ərəb-İsrail arasında uşaqlar bildiyimiz kimi müharibə əslində məsələ belə olur. 1947-ci ildə Birləşmiş Millət Təşkilatı Fələstin ərazisində iki dövlətin yaratılmasını qəbul edir. Fələstin dövləti və İsrail dövləti. Və bu, həmən bölgədə yaşayan ərəblərin narazılığına səbəb olur. Və bu da 1947-ci ildən, daha sonra 1948-dən başlayan və indiki dövrümüzə qədər, yəni 2026-a qədər, belə deyək, qanlı bir savaşın münaqişənin təməli qoyulur. Və 1948-ci ildən Ərəb-İsrail arasında uşaqları deməli, 1948, 1967, 1973 şu an bildiyimiz müharibələr baş verir. Və çox qanlı savaşlar baş verir. Ərəblərin demək tərəfdarı burada Esser idi, İsrail tərəfdarı Amerika idi. Məsələn, deyək ki, Amerika prezidenti məsələn deyək, kim deyə bilərik? George Bush, daha George Bush yazı qalsın, ata George Bush deyirəm mən buna. Niyə? Çünki iki dənə George Bush var. Bir ata var, 1988-də prezident olan, bir də var 2000-də olan. Ona mən oğul George Bush deyirəm. Daha sonra baba George Bush deyək. Bir ata George Bush, bir də baba George Bush. Məsələn, ata George Bush, məsələn, bu müharibədə İsrail məsələn deyək ki, dəstəkləyir. Ümumiyyətlə, Amerika prezidentlərinin bir çoxu, daha sonra İsrail tərəfdarı. Məsələn, Bill Clinton, məsələn, bildiyimiz kimi İsrail tərəfdarı. Ərəb ölkələri isə tərəfdarı kimdir? Təbii ki, Esserdir. İndi bu savaşda Ərəb-İsrail savaşının tam, belə deyək, qələbəsi, belə götürürsək, İsrail qələbəsinin bitirəsində, Amerika və İsrail tərəfini bitir. Müharibə şu an onu birdən vurğulayım ki, 1948-ci ildə İsrail dövlətinin əsas qoyulur. 1948-ci ildə. Şimdi bu da Ərəb-İsrail müharibəsi çoxlar. Düzü bu dərsimiz aciz bir dərsdir. Düzü bununla bağlı sizə bir məlumat verilir. Bir de şu Ərəb-İsrail, Ərəb-İsrail deyən şey olar, Ərəb ölkələri məsələn arasında olur da. Məsələn, orada Ərəb ölkələri hansılardır? Misirdir, Suriyadır, Yordaniyadır, İraqdır, Səudi Ərəbistan. Bu ölkələr birləşir, İsraillə normal savaşırlar və məğlub olurlar. Yəni, benim sual çıxır, yəni bu qədər Ərəb ölkələr birləşib İsraili məğlub edə bilmirlərmi? Burada problem odur ki, həmən ölkələr arasında, belə deyək, bağlantının və əlaqələrin zəif olması, İsraillə verilən çox güclü dəstək Ərəb ölkələrinin məğlubiyyətinə səbəb olur. Ərəb-İsrail müharibəsində bildiyimiz və bilməli olduğumuz ən önəmli məsələlərdən biri uşaqlar 1978 şu an deməli Misir və İsrail arasında imzalanmış Camp David. Şu an bu müqavilə diqqət edək. Bu müqavilə şu anda nə ibarətdir? Bu müqavilə Misir və İsrail arasında olur. Misir rəsmi olaraq İsrail tanıyır və bu Ərəb ölkələr arasında narazılıq səbəb olur. Və bu da Ərəb dövlətləri arasında olan birliyə, olan o ittifaqa son qoyur. Yəni Ərəb ölkələri vaxtında ittifaqdaydılar. 1978-də Misirin belə bir müqavilə imzalanması Ərəb dövlətləri arasında olan ittifaqı neyir tamamilə son qoymuş olur. Şu an bu belə bildiyimiz sonrasılardır. Yalnızda qalsın. Qoşulmalar üçün dedik. Gəldik uşaqlar Esserinin həm Şərqi Avropada, həm də Əfqanistan yürüyüşünün indi onunla bağlı olan deməli məlumatımızı paylaşır. Şu an bu hissələr şu an demək qeyd tutun. Bunları dəftərimizin bir yeri qeyd edək və yalnızda qalsın. Sonra şu an davam edək. Esserinin belə desək, yeni münaqişələrə daxil olması. Esseri demək olar 1970-ci ildə burada bilir Esseri. 1970-ci il deməli Şərqi Avropada demək yaxın mənzilli raketlər yerləşdirdi.
Demək 1970-ci illərdə, təqribən 70-ci il yazdım, 70-ci illərdə SSR Şərqi Avropada raketlə yerləşdirməyə başlayır. Təbii ki, burada istəsiniz, münaqişələrin daha da qızışmasına səbəb olur. Gəldik demiş olan Soyuq müharibəni bilirik. Soyuq müharibənin belə bir dövrü var, son tutuşma. Yəni artıq son, artıq Soyuq müharibənin sonunu olaraq biz deyirik, bitir. Buna deyilir son tutuşma. Soyuq müharibənin son tutuşma hadisəsi nədir? 1979-cu ildə SSR-nin Əfqanistana hücum uşaqlar. Hücum mu? 1979-cu ildə SSR Əfqanistana hücum edir. Belə bir sual deyək, bunu diqqət edək. Hücum edən vaxtı SSR-nin rəhbəri kim idi? Leonid Brejnev. Uşaq deməli SSR-nin rəhbəri oldu. Burada indi SSR Əfqanistana niyə hücum edir? Yəni, nə məqsədlə hücum edir? Burada məqsəd nə idi? Hədəf nə idi? Güya ki, Əfqanistanda İslamçı ünsürlərin çox olması və Mərkəzi Asiya yayılmasını bəhan edərək SSR Əfqanistana qoşun yeridir. Və 1979-da qoşun yeridir. 10 il sonra, 1989-da deməli Əfqanistandan çıxır. Və buna deyim uşaqlar, Soyuq müharibənin son tutuşması adlandırılır. Demək ki, vaxtı SSR-nin rəhbəri Leonid Brejnev idi, çıxan vaxtı isə Mikhail Gorbaçov idi. Və bu, deməli, yəni 79-89-cu illərdə təbii ki, Amerikanın və SSR-nin Əfqanistana qoşun yeritməsi Amerika sakitliyinə qarşılıq vermir. Yəni, təbii ki, buna qarşılıq verir və buna qarşı müqavimət göstərir. Necə müqavimət göstərir? Məsələn, SSR-ə taxıl və bir çox texnologiyanın gəlməsini qadağalara qoyur. Məsələn, 1980-ci ildə SSR-də Olimpiya oyunları keçirilir, boykot edir. Sonra 1983-də Ronald Reagan dövründə strateji müdafiə təşəbbüsü qəbul olunur. Sonra Reagan dövründə bu vaxt deməli Ulduzlar müharibəsi uşaqlar belə yazılmış olurlar. Ronald Reagan Ulduzlar müharibəsi. Ulduzlar müharibəsi. Ulduzlar müharibəsi nədir? SSR-in süni peyk, bildiyiniz kimi kosmosa süni peyklə göndərmişdi. 1961-ci il Yuri Gagarin kosmosa çıxan ilk insan sayılır. 1969-da isə Amerikalı Ney isə kosmosa çıxmışdı. Kosmosdakı silahlara qarşı böyle bir Ulduzlar müharibəsi xətti irəli sürür. Bu da SSR-nin Əfqanistana qoşun yeritdiyi vaxtlar ayrılmış olur. Demək, SSR-nin Əfqanistana qoşun yeritdiyi vaxtlar, qoşun yeritdiyi vaxtlar taxıl və texnoloji qadağan olunur, Olimpiya oyunları boykot olunur. Deməli, 1983-də strateji müdafiə təşəbbüsü qanun qəbul olunur, Ulduzlar müharibəsi və s. Bir də gəldim uşaqlar bu dövrdə ən önəmli məsələlərdən biri Çernobıl hadisəsi olurlar. Çernobıl Ukrayna yerləşir. Ukrayna bildiyimiz kimi SSR-in tərkibində idi. 1986-cı ildə Ukraynanın Çernobıl şəhərində atom bombası partlayışı baş verir və bu dünyada yeni bir müharibənin olacağını bir qorxu yaradır və Çernobıl hadisəsi belə şey olası icra edib. Bildiyimiz kimi 1945-ci ildə Amerika Yaponiya atom bombası atmışdı. 1945 avqustun 6-sında Nagasaki, 9-sunda Hiroşimaya iki atmışdı. Çernobil'deki atom bombası 100 o kadar yani çok yani 100'den artık yani düşünün. Yani iki dersin Japonya yapmıştı. Yani Çernobil'deki atom bombası yani o atılan iki bombadan 100 defa çok yani. Yani düşünün yani ne kadar dehşetli bir facia olup hal-hazırda da Çernobil Ukrayna arasındadır ve orada yaşamak hal-hazırda yeniden mümkün değil. Yani torpaq yani olacak veya hemen şehir olacak məhv olacak. Hal-hazırda yani düzenlir. 1986 demək Çernobil hadisəsi baş verir. Ondan sonra 1989-cu ildə SSR Əfqanistana qoşunu çıxartdı və bu artıq SSR-nin artıq zəifliyini artıq göstərir. Çünki soyuq müharibə dediyimiz nədir? Soyuq müharibə belə deyək də rəqabət deməkdir. SSR-nin hərbi xərclərin artması və iqtisadiyyata verilən dəyərin azalması artıq SSR-nin artıq dağılmasına və SSR-nin süqutuna doğru irəliləyir. Və 1989-cu ildə Şərqi Avropada demokratikləşmə başlayır. Polşa və Macaristan artıq kommunizmdən ayrılır. Çexoslovakiyada, Bulqaristan, Rumuniyada kommunizmdən ayrılır. Almaniyanın şərqində bildiyimiz kimi Almaniya parçalanmışdı uşaqlar. Almaniya artıq şərq hissəsi artıq
Qərbə birləşmək istəyir və bu hadisə artıq SSR-nin dağılımlığını göstərən artıq nişanlar edir. Bəs gəldik əsas məsələyə. SSR-nin Şərqi Avropadakı ilk müdafiə xəttini harda itirdi? Şu altına yazın burada. SSR yazıram bura. SSR ilk müdafiə xəttini itirdi. Şu an bu hissələri çok dikkat edək. SSR ilk müdafiə xəttini harda itirdi uşaqlar? Deməli, SSR ilk müdafiə, uşaq bu hissələri silirəm. Bu hissələri uşaqlar belə bildirək. Deməli, SSR ilk müdafiə xəttini harda itirmiş oldu uşaqlar? SSR ilk müdafiə xəttini demək uşaqlar itirir Almaniyada. 1990-cı ildə rəsmi olaraq demiş olar Almaniya var idi. Almaniya Federativ Respublikası var idi. Bir də Almaniya Demokratik şu an deməli Respublikası var idi. Bunun xatırlayın uşaqlar. Bununla bağlı çox bir qısa dərtəz bir məlumat verim. Bildiyimiz kimi uşaqlar deməli bu iki dövlət 1949-cu ildə rəsmi olaraq iki hissəyə parçalanmışdır. 1949-cu ildə. Almaniya Federativ Respublikasını Amerika yaratmışdı. Almaniya Demokratik Respublikası SSR yaratmışdı. Və 1990-cı ildə Almaniya birləşməsiyle SSR ilk Avropada ilk müdafiə xəttini itirmiş olur. Bunu dikkat edək, ilk müdafiə xəttini rəsmi olaraq itirmiş olur. Və Birləşmiş Almaniyanın ilk kansleri kimdir? Burada bunu da alıram. İlk kansleri Helmut Kohl. Birləşmiş Almaniyanın ilk kansleri Helmut Kohl sayılmış olur. Və 1900 gəldik Sovyet müharibənin bitməsine. 1991-ci ildə SSR-nin dağılması, sosyalizmin dağılması, komünizmin çökməsi ilə Sovyet müharibə bitmiş sayılır. Sovyet müharibə kim qələbəsini bitti? Amerikanın qələbəsindən bitti. Sosyalizmin dağılmasına və komünizmin məhv olmasına səbəb oldu. Və dünyada belə deyək, Amerika və SSR olan vaxtı dünya iki qütbə bölündü. Amerika qütbü, SSR qütbü. Artıq bir qütblü artıq, yəni Amerika artıq tam hakimiyyəti ələ almış oldu. Artıq iki qütb deyil, bir qütb. 91-ci ildə artıq Amerika dünyada tək hakimiyyəti ələ almış olmuş olur. Sovyet müharibədən sonra demiş olar, gələn deməli, əsas məsələ demiş olar, bir dənəsi nə idi? Ondan sonra, Sovyet müharibədən sonra deməli, bir müqavilə var, Maastricht olar. Maastrichtdə, onu qeyd edək, bu əvvəlin düzü var idi, sonra çıxdılar, tezdən gələ bədilər. Şu an Maastricht'te şu an deyək, inşallah düz yazarıq. Maastricht'te. Şu an böyle bir Maastricht şəhəri şu an ki, burada demək şu anda bir nə yarandı? Avropa İqtisadi Birliği şu an demək. 1957-ci ildə rəsmi olaraq yaradılmış olur bu Maastricht şəhərində. Və Avropa İqtisadi Birliği şu an bildiyimiz kimi Avropa ölkələrinin bir ittifaqdan ibarətdir. 57-ci ildə rəsmi olaraq yaradılmış olur. Və 1999-cu ildə deməli ATƏM-in İslam zirvə toplantısında isə Avropa Təhlükəsizliyi adlı bir qanun, bir xartiya qəbul olunur. Bir də sonra deməli ən önəmli məsələn bir olan Paris xartiyası var. Paris xartiyası demiş olan deməli nə imzalanır? Bunu şu işarələyək. Böyle daha yalaq. Paris xartiyası olan 1990-cı il imzalamış olar. Paris xartiyası deyirik. Paris xartiyası. Paris xartiyası nədir uşaqlar? Yəni Avropa ölkələrinin sərhədləri, onların yəni olduğu ərazilərlə bağlı olan bir xartiya uşaqlar. Və bu xartiyaya biz də qoşulmuşuq. Azərbaycan Respublikası qoşulub. 1993-cü il dekabr ayında deməli Ulu öndərimiz Heydər Əliyev deməli Fransiya ilk prezident olaraq səfər etdiyi ölkə Fransa olub. Fransa səfər edik və həmən xartiyaya biz də qoşulduq. Yəni 1993-cü ildə rəsmi olaraq Paris xartiyasına biz də qoşulmuş oluruq. Gəldik uşaqlar, deməli bir də NATO və bildiyimiz kimi SSR dağıldı. SSR dağılından sonra nə yarandı? Rusiya artıq federasiyası yaranmış olur. 1997-ci ildə SSR və NATO bir-birlərini düşmənçilik etməyəcəyini dair son müqavilə alır. Bir təşəbbüsəm, 1997-ci ildə SSR ilə deməli NATO bir-birlərini düşmənçilik etməyəcəyini dair müqavilə alır. Bu uşaqlar Sovyet müharibənin şu an iki hissəsi buna ibarətdir. İndi iki hisse qoyasın, üç hisse qoyasın, bilmirəm. Çok diqqətlə qulaq asın. Yəni bu hissəni qeyddən götürün uşaqlar. Yəni tənbəllik eləməyin, izləyin uşaqlar. Komentlər yazın, hansı dərslər istəyirsiniz. Bu həftə ərzində uşaqlar belə qeyddən çalışacağım. Bu həftə ərzində
əsas mövzularla bağlı paylaşımlar edim, dəstək paylaşım və bunları diqqətlə qulaq asın və yadda saxlamağa çalışın. İndi şu an sizə o təşkilatlar üsulunda qeyd edəcəyim inşallah. O təşkilatları da orada geçin götürüb qalı saxlayarsınız. İnşallah faydalı olsun uşaqlar. İmtahanla bu həftə bazar günü imtahanımız var. Bu həftə bazar günü imtahanımızda hər bir kəsə uğurlar arzu edirəm. İnşallah istədiyiniz nəticə əldə edər, istədiyiniz universitetlərə daxil olarsınız. Valideynlər sizə baxıb fəxr edər. Müəllimlərimiz də təbii ki, sevinir. Oldu, sağ olun.